Bugün alış-veriş edirik. Aldığımızın qiymətlərinə baxaq bərabər. Nektarin ən sevdiyim 1.69. Bu deyəsən keçmişdir 79 sent. Belə qarışıq şokolad çox tatlı 2.49. Bu dəfə qeyri-adi Red Bull sınayaq. Lila, bənövşəyi rəng. Endirimdə də 99 sent. Tualet üçün təravətləndirici 95 sent. Yoğurt 49 sent. 39 sent. Milka'nın belə bir şokoladı Tins 1.99. Kokteyl sosu 1.49. Yumurta ucuzdan götürək 2.99. Limon ədəd 1.29. Normal olsun götürək heç olmasın. Belə xırda kartof 2.49. Sarımsaq belə 3 baş 99 sent. Malziyəri 328 qramı 2.29. Bounty marojna 2 abon. Rexona 2 abon. 2 dayan götürür. Endirimdədir. Təmizlik üçün əlcək 59 sent. Ev üçün təravətləndirici 4.49. Bir dənə də aprikoz Red Bull 99 sent. Chips 1.99. Sakız 99 sent. Videoya əlavə eləmədiyim spirtiski və tütün idi. Onlar ikisi bir yerdə 30 avro tutdu. Ümumi olaraq bu bazarlıqda 65 avro 26 sent ödəniş elədim. Manatla isə bu demək 127 manat 98 qəpik edir.